Salam, hər vaxtınız xeyir. Bugün natural ədədlərin sadə vurğulara ayrılışı, ən böyük ortaq bölən, yəni əbob və ən kiçik ortaq bölünən əkobun təkrar məqsədli bəzi suallarının izahına baxırıq. İlk öncə başlayaq 8-ci sualdan. 8-ci sualda deyir ki, A natural ədədinin 3 sadə vurğu, B natural ədədinin 8 sadə vurğu olarsa, AB hasilinin neçə sadə vurğunu olduğunu tapın. Məsələn, bir A ədədidir, bilmirik. Deyir ki, bunun 3 dənə sadə vurğu var. Məsələn, olsun m üstü 3 sadə vurğu deyir də, yazıram üstündə 3. B-yə nə yazacağam? Məsələn, olsun, deyir ədədinin 8 sadə vurğu varsa, onu da yazıram n üstü 8. Deyir AB hasilinin. A-mız nədir? M üstü 3, B-miz də n üstü 8-dir. 8-dir. Bunların neçə sadə vurğu olduğunu soruşursa, biz bunları üzərlərin toplasaq kifayətdir. Yəni 3 üstəgəlisi 8 bərabərdir 11. Yəni cavab 11 edir. Deməli, burada 10-cu suala baxırıq. Deyir, biri o birinin dördüncünü təşkil edən iki natural ədədin əbobu 27-dir. Bu ədədlərin cəmini tapın. Biz bilmirik də bu hansı ədədlərdir. Biri A ədədi olsun, biri B ədədi olsun. Deyir, biri o birinin dörddə üçünü təşkil edən deməkdir. Təşkil edir deyir. Deməli, biri o birinin dörddə üçünü təşkil edirsə, biz bunu bu şəkildə yaza bilərik ki, A bölünsün B bərabərdir 4-də 3. Bunu bu şəkildə yaza bilərik. Çünki məsələn o faizdə də keçəndə belə suallar var idi. Məsələn 20-40 ədədinin hansı hissəsini təşkil edir falan necə tapırdıq? 20-ni 40-a bölürdük də, o cür tapılırdı. Ona görə hissəsini təşkil edir deyə həmin ədədləri bölürük, 4-də 3-ünü yazırıq. Deməli A burdan 3K-ya, B də 4K-ya bərabərdir. A-mız 3K, B-miz də qarşılıqlı olaraq 4K-ya bərabərdir. Bizdə deyir ki, bu iki natural ədədin əbobu 27-dir. Yəni əbob AB-miz 27-dir. Həmin ədədlərin əbobu 27-dir. A ilə B-ni yerinə gətirib 3K-nı 4K-nı qoyuram. Əbob A-nın yerinə 3K, B-nin də yerinə 4K qoyuram. Bunun cavabı 27 olmalıdır. Biz əbobun xassələrindən bilirik ki, əgər içəridə ortaq vurğu varsa, ortaq vurğu çölə çıxarta bilərik. Hər ikisində ortaq olan nədir? K. K-nı vurğu kimi çıxartıram çölə. İçəridə nə qalır? Əbob 3 və 4 qalır. 3 ilə 4 qalır. 3, 4 bərabərdir 27-yə. Buradan 3 ilə 4-ün qarşılıqlı sadə ədədlər olduğunu gördüyümüz üçün, çünki biz bilirdik ki, ardıcıl gələn ədədlər qarşılıqlı sadə ədədlərdir. Biz də demişik ki, qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1-ə. Deməli, bu əbob 3, 4-ün cavabı 1-dir. K vurulsun 1 bərabərdir 27-yə. Buradan da K-nı tapırıq ki, elə 27-dir. Çünki 27-nin 1-ə vuranda 27 edir. Bizdən şərtdə nə istəyir? Bu ədədlərin cəmini tap deyir. Ədədlərimiz A ilə B-dir də. A üstə gəlsin, B-ni soruşur. A-mız neçə K-dır? 3K. B-miz də 4K. 3K üzərinə 4K gələndə 7K. K-nı da gətirir, yerinə qoyuruq. Yəni 7 vurulsun, K-nı neçə tapdıq? 27. 7 vurulsun 27. 144, 7 vur 7, 49. 9 yazdıq. 4 yadda. 2 vurulsun 7, 14. O da 4 yadda 18. 189 edir. Yəni cavab C. Deməli, məsələyə baxırıq. İndi 13-cü məsələyə baxırıq. 13-cü məsələdə deyir, bir məntəqədən müxtəlif marşrutla eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus bu məntəqəyə hər 40 dəqiqədən bir, ikinci isə 30 dəqiqədən bir qayıdır. Hansı ən qısa müddətdə onlar hər ikisi çıxdıqları məntəqədə olarlar? Ümumiyyətlə, bu tip məsələlərdə əgər ən qısa, ən az, ən kiçik bir şey soruşursa, burada verilən ədədlər nədir? 40 ilə 30. Həmin ədədlərə əkob tapmağımız kifayətdir. Yəni, əkob
40, 30. Həmin ədədlərin əkobunu tapırdıq. Əkobu müxtəlif üsullarla burada hal-hazırda tapa bilərik. Bizim bildiyimiz normal üsul var. Sadə vuruqlarına ayıraraq tapmaq. 40-ı sadə vuruqlarına ayıram. 40 2-yə bölünür 20, 2-yə bölünür 10, 2-yə bölünür 5, bu da 5-ə bölünür 1, 30 2-yə bölünür 15, 3-ə bölünür 5, 5, 1. Əkobu necə tapırdıq? Bu ədədlərdən ən böyükünü götürürdük. Ən böyük ədədim neçədir? 40. Ortaq olanların üzərindən xətt çəkirəm. Hər iki tərəfdə olan. 2 burada var, burada var. Burada da var. Yox, bu tərəfdə yoxdur. Onu olduğu kimi saxlayım. Bir də 5. Yerdə digər sütunda hansı ədəd qalıb? Yəni 40-ı artıq yazmışam da. Buna baxmıram. Bu hissəyə baxmıram. Bu tərəfdə nə qaldı bir dənə? 3. 40 vurulsun 3 neçə eləyir? 120. Cavab da elə 120 edir. Deməli, indi bu suala baxırıq. 18-ci sual. 18-ci sualda deyir ki, oğlan və qız 630 metr uzunluqda olan məsafəni addımla ölçdülər. Oğlanın addımı 45 sm, qızın addımı isə 35 sm olarsa, hərəkətə başladıqdan sonra onların ayaq izləri neçə dəfə üst-üstə düşər? Baxın, üst-üstə düşər deyirsə də, yenə həmin ədədlərimiz neçədir? Oğlanın addımı 45-dir, qızın addımı isə 35-dir. Həmin ədədlərin əkobunu tapırıq. Əkob 45 və 35. Sadə vuruqlarına ayıraq. 45 3-ə bölünür 15, 3-ə bölünür 5, 5, 1. 35-i sadə vuruqlarına ayıraq. 35 5-ə bölünür 7, 7 də sadə ədəddir, 7-yə bölünür, bu da 1. Bu ədədlərdən böyüyü neçədir? 45, 45-i götürdük. 45-i götürdük, indi hər ikisində ortaq olanlar üzərindən xətt çəkirəm. Yalnız 5 buradadır, başqa ortaq nəsə var? Yox. Ortaq başqa da heç nə yox idisə, 45 olan sütuna daha baxmıram. Keçirəm o biri sütunda bir dənə nə qaldı? 7. 45-i vurmalıyam 7-yə. 45-i də 7-yə vuranda 45 vurulsun 7, 7-nin 5-ə vuranda 35, 3 yadda, 7-nin 4-ə vuranda 28, bu da 3 yadda 31. Deməli, bu oğlanla qızın hər addımları 315 sm-dən bir üst-üstə düşəcək. Bizim nə qədər məsafədir? Burada şərtdə özü deyir ki, 630 metr uzunluqda olan məsafəni. Birincisi bizim tapdığımız, buna da diqqət etmək lazımdır. Burada santimetr verilib də, biz santimetr tapmışıq. Amma burada verilən nədir? Metr. Biz birincisi bu 630 metri santimetrə çevirməliyik. O da edir 63.000 santimetr edir. Bəli. 63.000 santimetr. Deməli, bura toplamda 63.000 santimetrlik bir yoldur. Bu neçənci santimetrdə üst-üstə düşəcək? 315. 315 hardasa gəldi, düşdü buralara. Deməli, növbəti bir dənə də 315-dir, yenə üst-üstə düşəcək. Bura 315-dir, bir dənə də 315 üstünə gəldim. 315-in üstünə 315 gələndə 630. Deməli, bunların 63.000-in içində neçə dənə 315 var, onu tapmalıyam. Onu necə tapıram? 63.000-i bölməliyəm 315-ə. 63.000-i də 315-ə böləndə edir 200. Deməli, cavab 200 edir. Deməli, 22-ci suala baxırıq. 22-ci sualda deyir, n natural ədədi üçün əbob 8n kvadratı üstə gəlsin 6n, bir də 8n kvadratı üstə gəlsin 10n'in əbobunun 20-yə bərabər olduğunu verir. Bizdən əkob n kvadratı üstə gəlsin n, bir də n kvadratı üstə gəlsin 3n'i soruşur. Bu tip suallarda ümumiyyətlə əbobu n-li belə ifadə kimi gördüksə sadələşdirməliyik. Ortaq vuruq çölə çıxartmalıyıq. Birincisi gəlin bunları sadələşdirək. 8n kvadratı üstə gəlsin 6n-lə ortaq vuruq. Hər ikisində nə var? Təbii ki 2n. 2n ortaq vuruq kimi çıxartdıq. 8-i 2-yə böləndə 4. N-dən burada 2 dənədir. 1-ini çıxartmışamsa içəridə 1-i qaldı. Üstə gəlinsin. 6n-i də 2-yə böləndə n-lər gedir. 6-nı 2-yə böləndə 3. Deməli,
8n kvadratı üstəgəlsin 6n üçün tapdım. İndi 8n kvadratı üstəgəlsin 10n üçün tapıram. Yenə ortaq vuruq çıxartdım. Yenə hər ikisinin ortaq nədir? 2n. Yenə içəridə 4n qaldı. Üstə gəlsin 10n-i də 2n-ə böləndə, 12-yə böləndə edir 5, n-lər də gedir. Deməli, indi gətirib yerinə daha bir dəfəlik yazmıram, vaxtımız getməsin. Dedim nə? Hər ikisindən ortaq nəsə çıxarmaq lazımdır. Bir dənə bu hissəyə bax. Bu hissədə hər ikisində ortaq olan nə var? Təbii ki, 2n-lər. Ortaq olan, yəni hər iki tərəfdə eyni olan ifadə. 2n-i çıxartıram mötərizə xaricinə. Yazıram əbub. Bu bu hissəni sadələşdirirəm də. İçəridə da 2n-i çıxartmışamsa nə qaldı? Bir 4n üstə gəlsin 3 qalır. Bu ifadədə də nə qaldı? 4n üstə gəlsin 5 bərabər olmalıdır nəyə? 20-yə. İndi bu ifadəni bir nüansa diqqət etmək lazımdır. Baxın, 4n üstə gəlsin 3, 4n üstə gəlsin 5. Aradakı fərq nə qədərdir? 3-ün üstünə neçə gələndə 5 eləyir? 2. Deməli, bu ardıcıl tək ədədin düsturudur. Daha doğrusu ardıcıl cüt ədədin düsturudur. Bu ardıcıl tək ədədin düsturudur. Ardıcıl tək ədədlər həmçinin nə idi? Qarşılıqlı sadə ədədlər idi. Qarşılıqlı sadə ədədlərin əbubu nəyə bərabər idi? 1-ə. Deməli, bu boyda ifadənin cavabı 1 oldu. Yerdə qaldı 2n vurulsun 1 elə 2n eləyir. Bərabərdir nəyə? 20-yə. Buradan da n-i tapa bilərik ki, 20-ni 2-yə bölsək edir 10. Bu ifadəni tapdıq. İndi götürüb yerinə qoyuruq. Əkov, artıq n-imizi bilirik də, n-imiz 10-dur. N-in kvadratı üstə gəlsin n-dir. 10-un kvadratı 100, üstünə 10 gələndə 110. Bir də ki, n-in kvadratı üstə gəlsin 3-in. N-in kvadratı yenə 100, üstünə 10 gələndə 130. Bu sadələşdirirəm, bir də vuruqlarına ayırmayacağım. Hər ikisindən buradan ortaq vuruq kimi nə çıxarta bilərəm? Təbii ki, onu çıxartıram, amma siz yenə bildiyiniz qaydada sadə vuruqlarını ayırıb, böyük ədədi götürüb, digər sütununda ortaq olmayanların hasilini də tapa bilərsiniz. Eyni cavab olur. 110-u 10-a böləndə 11, 130-u 10-a böləndə edir 13. 11 ilə 13 yenə necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Çünki ardıcıl gələn tək ədədlər, 11-dən sonraki ardıcıl gələn tək ədədimiz neçədir? 13. Qarşılıqlı ardıcıl gələn tək ədədlərin əkovu bəs nəyə bərabər idi? Elə həmin ədədlərin hasilinə. Deməli, cavab 10 vurulsun, 11 vurulsun, 13. 10-u, 11-i, 13-ü bir-birinə vuranda bir dəqiqə bu edir 110 vurulsun 13. O da edir 1430. Deməli, cavab 1430 eləyir. Cavablara baxaq. 1430. Bəli. İndi isə 30-cu suala baxırıq. 30-cu sualda deyir, A, B natural ədədləri üçün A bölünsün B bərabərdir 2 bölünsün 5 olarsa, əkub AB çıxılsın əbub AB bərabərdir 54 olarsa, bizdən şərtdə istəyir A üstə gəlsin B cəmini tapmamız. Bayaqki misallarda eyni gedişatdır. A-nı neçə K götürürük? 2K. B-ni nə götürürük? 5K. Gətirirəm, yerlərinə yazıram. Əkub. A-nın yerinə 2K, B-nin yerinə 5K. Çıxılsın əbub. Yenə A-nın yerinə 2K, B-nin də yerinə 5K bərabərdir 54-ə. Yenə ortaq vuruq, şöyle çıxartıram. Hər ikisində ortaq olan nədir? K. K-nı çıxartdım. K vurulsun, əkov. İçəridə nə qaldı? 2, 5. Çıxılsın. Burada yenə ortaq hər ikisində nə var? K. K-nı çıxartdım, əbov. Yenə 2, 5 qaldı. Bərabərdir 54-ə.
Biz bilirik ki 2 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Çünki hər ikisinin ortaq böləni yalnız 1-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabər idi? Əkobu ilə həmin ədədlərin hasilinə. Yəni bu ədədlərin hasilini 2-ni 5-ə vuranda neçə eləyəcək? 10. Bu da k. 10k çıxılsın. Əbob 2 ilə 5. Qarşılıqlı sadə ədədlərin bəs əbobu nəyə bərabər idi? 1-ə. Bu hissənin də cavabı edir 1. K-nı 1-ə vuranda K bərabərdir neçəyə? 54-ə. Buradan da 10K-dan K çıxanda, bir dənə K çıxanda 9K bərabərdir 54. Buradan da biz K-nı tapırıq ki, 54-ü 9-a böləndə neçə eləyir? 6 dəfə düşür. Deməli, K-nı 6 tapdıq. Gətirib yerlərini qoyuruq. A-mız neçə K idi? 2K. 2-ni K-nın yerinə 6 yazsaq, 2 vurulsun 6, 12. Burada da 5-i 6-ya vuranda 30. Deməli, ədədlərimiz 30 və 12 idi. Həmin ədədlərin cəmini istəyir bizdən. 30 üstə gəlsin 12, o da edir 42. Burada da bu sualda da cavab 42-dir. İndi isə baxırıq 34-cü suala. 34-cü sualda deyir ki, 51-in kvadratı üstə gəlsin 34-ün kvadratının sadə vurğularının sayını tap. İlk öncə nə edirik? Sadə vurğuların sayını tapmaq istəyirəmsə, bunu əslində bir dəfə də görmək olur, amma görə bilmiriksə, məsələn 51-i yazmaq olar 3 vurulsun 17, 34-ü də yazmaq olar 2 vurulsun 17. Yəni hər ikisində ortaq bir ədəd yazmaq üçün. Amma məsələn görmürsənsə, işte sadə vurğularına ayır yaz. 51 2-yə bölünmür, 3-ə bölünür. 51-i 3-ə böləndə edir 17, 17, 17-ni 17-yə böləndə 1. 34-ü 2-yə bölmək olur. 2-yə böləndə 17, 17 də 17-yə bölünür yalnız, o da 1. Deməli, 51-in əvəzinə mən nə yaza bilərəm? 3 vurulsun 17. Həqiqətən də 3 17-yə vuranda 51-dir. Deməli, yazıram 3 vurulsun 17, amma burada kvadrat var deyə bu mötərizəyə alıram, üstündə kvadratını da yazıram. Üstə gəlsin 34-ün əvəzinə nə yazacağam? 2 vurulsun 17. Bunun da üzərində həmçinin kvadrat var. Kvadratını da yazdım. Davamını aşağıdan yazıram. Bu kvadrat nə demişdi? Buradakı hər bir həddə ayrılıqda aiddir. Yəni 3-ün kvadratı olur 9. Vurulsun 17-nin kvadratı üstə gəlsin. Buradakı kvadrat da həmçinin içəridəki hər bir həddə aiddir. 2-nin kvadratı 4. Vurulsun bir də 17-nin kvadratı. Burada hər ikisində yenə ortaq nə var? 17-nin kvadratları. Görsən, bu 17-nin kvadratlarının ortaq vuruq kimi çıxartırıq çölə. Yerdə qaldı nə? 9, üstə gəlsin 4. 9-un da üstünə 4 gələndə 13. Deməli, bizdən sadə vuruqların sayını soruşurdu. 2 dənə buradadır. Bunun da üstünə heç nə yazılmayıbsa, bir də buradadır. Sadə vuruqların sayı 2 burada, bir dənəsi də burada. Edir toplamda 3 dənə sadə vuruq. İndi isə 38-ci suala baxırıq. 38-ci sualda deyir, n natural ədədi üçün əbob n-in kvadratı üstə gəlsin 5n, üzərinə gəlsin 6, bir də n-in kvadratı üstə gəlsin 6n, üstə gəlsin 8, bərabərdir. Bu ədədlərin deyir, əbobu 5 olarsa n-i tap. Bu hansı ədədlərdir? Neyinirik? Bunları vuruqlarına ayırmaq lazımdır ki, ortaq vuruq tapasan, ortaq vuruğu mötərizə xaricinə çıxarasan. Vuruqları necə ayırırdıq? Əslində viyetlə də ayırmaq olar. Viyetdə ayırmaqda çətinlik çəkirsənsə, diskriminantla həll edirsən. Sıfıra bərabərləyirsən, köklərini tapmağa çalışacaq. Diskriminantın düsturu nə idi? B kvadratı çıxılsın 4ac. Burada A'mız n'in qarşısına heç nə yazılmayıbsa 1-dir. B'miz İkinci əmsalımız 5-dir, C-miz də 6-dır. Yəni sərbəsər. B-mizin kvadratı, yəni 5-in kvadratı 25 çıxılsın, 4 vurulsun, 4-ü 1-ə vurdum, 4, 4-ü də 6-ya vurdum, 24. 25-dən 24 çıxanda 1 edir. İndi kökləri gətirirəm, tapmaq istəyirəm. n1-in bərabərdir, mənfi B plus minus kök altındadır, bölünsün 2 adı düsturumuz. Yəni mənfi B'miz, yəni mənfi 5
Üstə gəlinsin tapdığım kök 1 bölünsün 2. Mənfi 5-in üstündən 1 gələndə eləyir. -4, -4'ü də 2-yə böləndə edir -2. n2 ikinci kökümdə tapıram. Bir dəfə də bunun çıxması. -5 çıxılsın 1 bölünsün 2. -5'dən 1 çıxanda -6. -6'nı da 2-yə böləndə edir -3. Deməli bunun kökləri -2 və -3'dür. Bizim vuruqlara ayırma düsturumuz necə idi? A vurulsun, x çıxılsın x1, vurulsun x çıxılsın x2 idi. İndi bizdə n ilə verilib deyə n formasında yazıram. Çünki bizdə x vermir, bax n'lər verib. Olacaq n çıxılsın n1, bir də n çıxılsın n2. Burada da gətirirəm a-mız 1'dir. Onu tapmışıq. 1 yazmağa ehtiyac yoxdur. Yazıram n çıxılsın. n1'imiz nədir? -2. Buradakı mənfi, buradakı mənfi. Müsbət 2. Bir də n çıxılsın. n2'mizi nə tapdıq? -3. Mənfi buradakı, buradakı da mənfi olacaq. Üstə gəlinsin. Yazaq burada. N üstə gəlsin 3. Bunu tapdıq. İndi digər formada n kvadratı üstə gəlsin 6n-i də 6n üstə gəlsin 8-i də tapmaq lazımdır. Deməli, onu da yazaq. N kvadratı üstə gəlsin 6n üstə gəlsin 8 bərabərdir 0. Bunu siz özünüz köklərini ayırıb tapa bilərsiniz. Burada da köklərimiz -2 ilə eləməlidir -4. Çünki niyə viyyətinə tapmağa çalışdım? Bir dəfəlik tapıram. Biz viyyətdə nə demişdik? Köklərin hasili sərbəst həddə bərabər olmalıdır. -2, -4'ü vuranda neçə eləyir? -8. Onların cəmi isə ikinci həddin əks işarəli olmalıdır. -2'nin üstünə -4 gələndə -6 eləyir. Əks işarə ilə -6. Yəni köklərin bir dəfəliyi tapdım. Bunu da yazanda yenə bu düsturla yığsam, kökləri artıq tapmışam da n1'im budur, n2'im də budur. Olacaq 2 dənə mənfiyə görə bu üstə gəl, n üstə gəlsin 2. Bir də ki n çıx burada, çıx da burada olacaq -4. İndi bunu yazıram. Biraz böyük misal oldu. Yazıram əbub. Birincini nə tapdıq? Birinci harda yazmışdıq? De bu. N üstə gəl 2. Biraz yaxınlaşdıraq. N üstə gəl 2. Bir də n üstə gəlsin 3. Digərini də tapdıq ki, n üstə gəl yenə 2. Bir də n üstə gəlsin 4. Bunun cavabı bizə 5 verirdi. Hər ikisində ortaq olan nə var? Yenə n üstə gəl 2'lər. N üstə gəl 2'ni ortaq vuruq kimi çıxartırıq mötərizə xaricinə. Yerdə qaldı əbub. N üstə gəl 2'lər daha getdi. İçəridə qaldı bir n üstə gəlsin 3. Bir də ki n üstə gəlinsin 4. Bunun cavabı deyir 5'dir. İndi baxın, burada bir nüans var. Bax, n üstə gəl 3, n üstə gəlsin 4. Və aradakı fərq nədir? 1. Bu hansında idi? Yalnız ardıcıl gələn natural ədədlərdə idi. Məsələn, 3-dən sonra nəyə gəlir? 4. Yenə aradakı fərq 1-dir də. Ardıcıl gələn natural ədədlər də qarşılıqlı sadə ədədlər idi. Qarşılıqlı sadə ədədlərin əbubu nəyə bərabər idi? 1-ə. Deməli, bu ifadənin cavabı 1 oldu. Yəni, n üstə gəlsin 2, vurulsun 1, yenə n üstə gəlsin 2 bərabərdir nəyə? 5'ə. Buradan n-i tapırıq. 5'dən 2'ni çıxıram. 3 bizdə şərtdə nə istəyir? N-i tap deyir. N-i də tapdıq. 3.